Maksim Gorki adına Mərkəzi Uşaq və Gənclər Filmləri Kinostudiyası. Qaraqulaq, Ağ Bim. Qavril Nikolayeviç Treyapolskinin povestinin motivləri əsasında. Filmdə iştirak edirlər. Vyacheslav Tixonov, Valentina Vladimirova, Mikhail Dadıko, İvan Rıjov, İrina Şevçuk, Mikhail Zimin, Gennadi Koşkajorov, Rima Manukovskaya, Mariya Skvartsova, Dmitri Barkov, Raisa Ryazanova, Vasya Varabyov, Anya Rыбnikova, Seryoja Şevlyakov, İvan Jivago, Branislava Zakharova, Zoya Zemnikhova, Fyodor Yekaterinichev, Kalina Kamarova və başqaları. Filmin direktoru Yakov Sapojnikov, baş kinoloq Somov, məsləhətçilər Meydman, Osipov, Spivak, quraşdırılmış səhnələrin operatoru Şolina, rəssamı İltekov, montaj edən Mironova, redaktor Pagojeva, dirijor Çernişenko, bəstəkar Andrey Petrov, səs operatoru Igor Strokanov, quruluşçu rəssam Sergey Serebrennikov, geyim üzrə rəssam Elza Rapaport, quruluşçu operator Vyacheslav Shumski. Ssenarinin müəllifi və quruluşçu rejissoru Stanislav Rostovskidir. Dublajın rejissoru Arif Həbibi, səs operatoru Paşa İbrahimov, tərcümə edən Ələviyyə Babayeva, redaktoru Asif Əliyevdir. Dublajda iştirak edirlər Şahmar Ələkbərov, Yusif Vəliyev, Məhluqa Sadıxova, Mirvarı Novruzova, Həsən Əbiluç, Süleyman Ələskərov, Amalya Pənahova, Elxan Cəfərov. Cəfər Cəbbarlı adına Azərbaycan Film Kinostudiyasında 1978-ci ildə dublaj olunmuşdur. Nə var, nə baxırsan? Mən indi qayıdıram. Keç yerinə ladı. Bəsdir. Oo, İvan İvanış. Buyurun, buyurun. Deyəsən vaxtsız gəlmişəm, haraysa gediriz. Yox, yox, eybi yoxdur. Vaxt var. Xoş gördük. Xoş gördük. Buyurun. Sağ olun. Buyurun keçin. Keçin. Lada, nə oldu Lada? Sən yaxşı idsən. Mən səni incitmərəm. Hirslənmə. Lada, özünü yaxşı apar. Laf atanı. Saf cinsdir. Bir-birindən qəşəngdir. Söz ola bilməz. Lada, bəsdir. Ne üçün gəldiyimi hiss eləyib əsəbləşir. Lada. Lada. Sakit. Sakit ol. Fu! Bunu aparmalı olur. Gedək. İndi ki özümü apara bilmirsən, gedək.
Ladı, bəs. Ayıbdır. Sən onlara bax, mən də bunu bağlayayım, gəlirəm. Sen de gel görüm. Bəs deyirdiniz, 7 balası var. Düzdür. 3'ün vermişəm, 4'ü qalır. Aa, aydındır. Dayan Ladı, dayan görək. Bu saat gəlirəm İvan İvanç. Bəsdir Ladı, bəsdir, dartınma. Sakit. Bu hara çıxdı? Gələk o saat suya basıb öldürəydim. Cins olmadığı aşkardı. Başı batmış ağappaqdı. Hardan belə çıxdı? Boz da ola bilər, ancaq beləsi 100 ildən bir olur. Biyabır elədi əcdadını. Arvadım rəhmi gəldi, öldürmədi. İndi də gecdi, görürsən də. Gələk başqa yolla başımızdan eləyək. Bu barədə heç kimə demə İvan İvanç, yoxsa atanasının günü qarı olar. Bugün gələk işin bitirəm. Çarə nədir? Eşidən olsa küçüklərə yaxın düşməz. Baxırsan ürəyim bulanır. İtil o yana görüm. Mənə qalsa, bax, bunu məsləhət görürəm. Bunu. Rəngi yaxşıdır. Hə? Hansını istəyirsən seç götür. Hamısı 1-2 ildən sonra medal alacaq. Görərsən. Beyim, mənəm. Ay, 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 ay. Bu nədir belə? Bunu kim eləyib? Ha? Ay, 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 ay. Ay, yaramaz. Bizim axı ev təmizləyənimiz yoxdur. Mən də elə bilmirəm. Hardasan? Bir bura gel. Hardasan? Gel, gel. Gel, gel. Gel danışaq. Ha, bir bax. Bir özün də bax. Gör neylə. Sən İncili cırıq-cırıq eləmişsən. Kitaba toxunmaq olmaz. Olmaz, olmaz. Yox, bir qulaq as. Bim. Kitaba toxunma. Bildin? Ha. Yaxşı, yaxşı, yaxşı. Ayıb olsun. Heç utanmırsan. Qış tükü ilə maraqlanmışsın. Bu sənin üçün kəklik deyil. Bu yastıqdır. Köməyə gəldin. İşlə, işlə. Aferin. Çox sağ ol. Hey, hey, hey. Olmaz. Ne edirsən? İndi də tərcüməyə halımla maraqlanırsan. Salam.
Tək darıxırsan. Mən də sənin üçün çalışıram da. Yoxsa bizi yuxarı cəmiyyətə buraxmazlar. Yaxşı. Heç qanını qaraltma. Qulaq gör Sabaniyevdən axtarıb nə tapmışam. Sabaniyev yazır, Setter cinsinin ən qədim ovit olduğunu nəzərə alsaq, eşidirsən, sənin üçün oxuyuram. Setter cinsinin ən qədim ovit olduğunu nəzərə alsaq, onda ən mədəni cins olduğuna da əsla təəccüb eləmərik. Düzdür. Ardın oxuyaq. Qırmızı Setter cinsi ilə Moskva saray həkimi bərs məşğul olurmuş. Həkim bu qırmızı qancıqlardan birini rəhmətli imperatorun qara Setteri ilə cütləşdirir. Bunlardan törəyən küçüklər necə imiş, necə olublar bilmirəm, ancaq yaxşı bilirəm ki, onlardan birini kənddə Qraf Lev Nikolayeviç Tolstoy saxlayırmış. Qulaq as, Bim, qulağındakı qara ləkə o köpəkdən, imperatorunkindən, yaxşı, imperatordan danışmayam. Onda çox ola bilsin ki, sən dahi yazıcının saxladığı itin nəslindənsən. Bəsdir, yıxıl yat. İşlər düzələcək bir. Lap yaxşı olacaq. Axtar, Bim. Niyə durdun? Axtar. Bugün yaxşı işlədin, Bim. Ancaq quş qalxanda gərək yatasan. Sənsə qızırsan, özündən çıxırsan. Belə olmaz. Bildin? Güllə sənə dəyər axı. Cinsliyini təsdiq edən şəhadətnamə dalacaq, hələ medal da sənə verməyib kimə verəcəklər ki? Darıxma. Səndə qəribə hissiyyat var. Mani olmaram. Xeyr, xeyr. Bax, indi mənə hər şey aydın oldu. Sizi tez-tez görürəm. Biçənəkdə. Fikirləşirəm, ovçudur. Ancaq tüfəngsiz. Deməli, onun üçünmüş. Bəli. Onun üçün ki, nə bacardığını sübut eləsin. Buna baxı, quşu duyan kimi donub qalır, bax belə. Bəli. Bir beləsini tapsaydım, balıq üçün. Görünür, cins itdi. Elədir. Ancaq işimiz yaxşı getmir. Niyə ki? Bunun dərisi gərək zil qara olur. Üstündə də sarı ləkələr. Bu isə gör necə doğulub. Rəngi uyğun deyil. Uyğun gəlmirsə, cins olmağına dəlalət eləyir. Buna görə sənət verməzlər. Və bütün hüquqlardan məhrum eləyə bilərlər. Belə çıxır ki, başqalarına oxşayırsansa, yaxşısan. Elə ki, biraz fərqləndin, o saat pis olursa. Bu düz iş deyil. Elə biz də fikirləşirik ki, düz deyil. Balıq necə? Bu oldu? Balıq nədir, nə balıq?
Baxırsan ətrafa, ürəyin açılır. Burada hər şeyin cana xeyri var, ömrü uzadır. Gör onun necə ayaqları, qulaqları, burnu var. Qəşəng itdi. Belə burnu olana zavallı yoxdur, Bim. Çoxları həsrətini çəkəcək. Ancaq burnunu çox da yuxarı tutma, bildin? Yaxşı, mən getdim. Vaxtdır. Sizə yaxşı yol. İkilikdə gezməyə nə var ki? Qulaq yoldaşın olur. Bəzən mənə elə gəlir, bu əhvalat lap yaxınlarda olub. Bəzən də elə gəlir, çox əvvəllər. İlk payızımız çox tez ötdü. Bim mənim bütün xasiyyətimə, adətlərimə bələddi. Biz payızı səbirsizliklə gözləyirdik. Payız da gəldi. Tez olun vatandaşlar, tez olun. Tez olun, avtobus yola düşür. Buyurun. Qorxmayın, qapan deyil, heç kimə toxunmur. Otur. Hı. İt mindirmək qadağandır. Necə yəni qadağandır? Öyle böyle kanuna göre, təlimata göre. Düşün görək. Kim deyir qadağandır? Mən deyirəm qadağandır. Özündən söz Nə çıxarma. söz çıxarma, nə söz çıxarma. Düşməsə gedən deyiləm, vəssalam. Səni yarım saat gözləyəndə yaxşı Bilet olur. almayanlar pullarını hazırlasınlar. Yubatma yoldaş, yubatma. Dedim getmeyeceğim, vəssalam. Ona qulaq asmayın. İndi neyniyim? Sen ne bilin? Xəcalətindən çıxaram. Yaxşı da kesmin. İncimeye, ixtiyarım yoktur. Hatırlatmayı. Neresi vatandaşlar, neresi? Biraz yard olun. Utanmazın bir utanmaz. Heç bilirsən sən İşte. kimsən? Daş baş alırsan, fəhli adını Bu ləkələyirsən. taraflarım senin kandidatura fıstırığım da var. Çal, çal, fışdırığı çal. Ağ var ha. Nə pul verdiniz ona? İxtiyarı yoxdur. Yaxşı yol uşaqlar. Sağ olun. Yaxşı.
evimize alaq. Beyim, şoföre rüşvet verdiğimi təsəvvürünə də gətirmirsən. Amma mən, əlbəttə, sənin vecinə deyil. Fərqi nədir, yaxırda şey üçün manat verdin, ya böyüyü üçün 20, ya da yekəsindən ötürü 1000. Hər halda ayıbdır. Sanki adam vicdanını paralayıb satır. Sən evim, hardan biləsən ki, bu kağızlar insanları biri-birindən necə asılı eləyir. Axşamın xeyir. Oo, İvan İvaniç, hoş gördük. Salam. Mən də deyirəm ki, bu vaxt gələn kimdir? Gecələməyə yer verərsən? Oy, bu nə sözdür? Sənin kimi adama gözümüz üstə yer var. Bu da kartof soyutması. Görürəm bugün deyəsən bəxtin gətirməyib. Vurtut elə bir cədini vurmuşsan, atmağa bir şey yoxudur. Yox, əşi, üçünü elə bim qaldırdı. Güllən boşa çıxırdı. Görünür daha qocalmışam Trafimoviç. Öldürməyə əlim gəlmədi. Atmasan da it yadırğıyır. Qəşən getdi. Hamı sənin kimi hesab eləmir axı. Rəngi uyğun deyil. Qorxuram şəhadətnamə verməyələr. Niyə? Bəyəm pis qulluq göstərir? Yox, əla itdi. Ağılda tay bərabəri yoxdur. Bir bax gör necə yalmanırsan, hə? Haqqında xoş danışırsan deyə yalmanır. Yaxşı bim, get yerinə. Deyəsən ikilikdə gününüz yaxşı keçir. Keyfiniz kökdür, gümrahsız. Bəli, Petrovna, yaxşı keçir. Yeyin əzizlərim, üşücəm. Sağ olun. Bax, deyirsən öldürməyə əlim gəlmədi. Düz deyirsən, onsuz da o ki var qırıblar. Yadımdadır bir əmir çıxmışdı, bütün qarğaları, çalağanları qırmaq barədə. Deyirdilər zərərli quşdur. Yadımdadır. Əlbəttə yadımdadır. Sonra təzə göstəriş verildi. Heç biri zərərli deyir, onları qırmaq qadağandır. Bəs canavarlar? Onları tamam qırıblar, canavar hani. İndi də təzə göstəriş verilib. Qarğaları qırın, yuvalarını dağıdın. Qulaq as görsənə nə deyirəm. Torpağa səpilən zəhərli maddələrdən heç bilirsən nə qədər quş ölür? Anlayıram, torpaq ziyanlı həşəratdan xilas olur. Ancaq quşlar gödaza gedir axı. Quşu tələf eləyən meşəni tələf eləyir. Meşə quşsuz qala bilməz. Buna kim müqəssirdir? Yıxırlar qarğaların üstünə. İndi deyəsən ham əl-ayağa düşüb, qayda falan qəbul ediblər, cürbəcür qərarlar çıxarıblar ki, bütün canlılar yüngül nəfəs ala bilsinlər. Allaha şükür. Ancaq bu məsələdə gərək hər kəs məsuliyyət daşısın, hər adam, başa düşürsən, gərək ürək olsun. Axı, təbiyyət həyat deməkdir. Həyat isə təbiyyət, biri olmasa, o biri də ola bilməz. Bunu gərək hamı anlasın, hamı, özü də laf körpəlikdən, istər nazir ol, istərsə əkinci. Gəlsələ bütün bunları qələmə alasan, İvan İvaniç, hə? Sən nə yaman üyüdürsən kişi? Yox, o düz deyir, çox düz deyir. Gərək vaxtında yazasan, Trafimoviç. Vaxtında. İş işdən keçəndən sonra yox. Orası doğrudur. Sonra çox canı yanan tapılır. Yeyin, Nurşucan. Gör sənə nə deyirəm. Şəhadətnaməni də gərək rəngə görə yox, ağıla görə versinlər. Qanını qarasma, ağıllitdir, axırı bir yana çıxacaq. Ay kişi, keç görək keç, səninki də gəldi. Gəldim. Sığındı. Anasını vurublar. Yazlıq bağlanıb bizə hər gün gəlir. Gəldim.
Al. Al ye. Gedək, gedək. Gəl. Bura gəl. Gəl, gəl. Al. Aferin. Tələsmə da. Tələsmə. Biraz yavaş. Əzizim, bunu da evə aparın. Nə zəhmət çəkirsiniz, Nə Petrovna. zəhmət? Çox sağ olun. Bu saat gedirik, bu saat gedirik. Sağ olun, əziyyət Sağ verdik. salamat. Getdik bim. Heç dözümü yoxdur, heç yoxdur. De, qaç. Koyma. Nə baxırsan? Belə də olur. Ne var? Ne olur? Aha. Korkma. Bu kirpidir bil. Çok hayırlı hayvandır. Dokunma. Kirpi bütün zararlı həşəratın düşməni. Onu qorxuda bilməzsən. Qoçaqdır. Heç ilandan da qorxmur. Gedək. Bilirsən, bəzi alimlər deyir ki, sən hər şeyi boz görürsən. Hey. Amma qanını qaraltma. Əvvələ onlar səhv eləyə bilər. İkinci də ki, sənin öz dünya görüşün var. Bugün bizim üçün çox yaxşı keçdi, Bim.
Həqiqətən günlərimiz xoş keçirdi. Qış da gəldi. Biz ilk imtihana hazırdıq. Yayı səbirsizliklə gözləyirdik. Biz o vaxt bilmirdik ki, qarşımıza BİM-in ov bacarığını təsdiq eləməkdən daha ciddi sınaqlar çıxacaq. Ağlımıza da gətirmirdik ki, hələ nə qədər dostlara, düşmənlərə, xoşa gəlməz adamlara rast gələcəyik. Oo, BİM? Salam BİM. BİM, burada niyə oturmuşsan? Bəlkə evinizi itirmişsən, hə? Harada olursunuz? Göstər görün. Gəlirəm. Burada olursunuz. Hə, keç görək. Səbrin olsun. Rəsmenici açarlar. Mən getdim. Ha, keç. Niyə keçmirsən BİM? Keç. Ha, xoş gördüm. Dedim azı biliyər. Qoşulub bir yerdə gəldik. Gəlin evə, gəlin. Yox, sağ olun, narahat eləmək istəmirəm. Yox, buyurun içəri, biz çox şad olarıq. Xəstələnmişəm, buna görə də BİM tək çıxır gəzməyə. Qorxmursunuz? Yox, BİM çox elə də yubanmır. Gəzir, sonra gəlib qapını cırmaqlayır, bilir ki, açıqdır. Zəngə boyu çatmır, odur ki, qapını cırmaqlayır. Ancaq bir şeyə möhkəm arxayındır ki, qapıdan hamı içəri girə bilər. Xahiş elə, buraxarlar. Elə olsaydı nə vardı? Xəstəliyiniz nədir? Çökən? Yox. Ürəyimdir. Köhnə yaralar. Hə, o yaralar baş ucalıqdır, ancaq sevinci azdır. Hə? Ev sahibəsi hanı? İşləri özünüz görürsünüz. Yoxdur. 3 ildir yoxdur. Bağışlayın. Mən neysə. Bağışlayın. Hə, yaxşı yadıma düşdü. BİM-in sənədləri necə oldu? Təsdiq elədilər ya yox? Bu yayda məlum olar. Sərgidə. Dikkat! Ringe Şotland seçmenleri çağrılır. Cavan erkek itler grubu. Buyurun ringe. Cavan erkek itler ringe buyursunlar. Meydancıda hareket başlanır. Arada mesafe saklayın. Tayin olunmuş nömrelere dikkat yetirin. Mesafe saklayın. Başlama olar profesör. Teşekkür ederim.
Bir nömrə irəli keçin. Bu ne möcüzedir belə? Qəribə etdi. Qəribə niyə olur? Betslə Ladadan tərəmədir. Üç qardaşı odur. Ora baxın. Ola bilməz. Albinosdur. İlk dəfədir ki görürəm. Heç olmasa sərgi qabağı boyayaydı. Qəribətdir. Gülməlidir. Gərək zarafatını başqa yerə, başqa vaxta saxlayaydı. Nəçidir? Nahar bəllidir. Pensiyadadır. Ciddi adamdır. Yazır. Hərdən çap olunur. Pensiyaçıların hamısı yazır. Destola yaxınlaşdın. 6 nömrəli için sahibi münsiflər stoluna yaxınlaşın. 6. Xahiş edirik münsiflər stoluna yaxınlaşın. Mənim küçüklərimi çıxdaş eləyəcəklər. Bəli, bəli. Ola bilər ki, eləsin. Münsiflər bizimkilərdən olsaydı yaxşı idi. O professor deyirlər Moskvadan gəlib. Mən bilən o ağıt hamısından qəşəngdir. Hörmətli dost, bağışlayın, siz nə təqdim edirsiniz? Əsl Şotland setləri. Blankda onun valideynləri göstərilir. Ancaq nə atasının, nə də anasının nəslində ağ tüklüsü olmayıb. Elədir. Məsələ burasındadır ki... Sizin itinizə qiymət qoymaya ixtiyarım yoxdur. Ayrın. Axı... Bağışlayın, Bimin gözəl ov keyfiyyətləri var. Ola bilər. İtinizi irikdən çıxardıram. Ona görə ki, rəngi cinsin standartına uyğun deyil. Bilirsiniz, hələ vaxtilə Lev Nikolayeviç Tolstoyun kənddə belə bir setleri vardı. Qırmızı atadan, qara anadan törəməsləri. Bax, görürsünüzmü? Gör hara getdi. Bu üsulla hamı çox asanlıqla öz itini yazıçının itinə calaşdıra bilər. Sonra lap özünə də qohum çıxar. Doğrudur. Tolstoylarımız çoxalır. Keyfiniz istəyən qədər tapmaq olar. Bu nədir belə? Kənar adamları ringdən çıxarın. Yaxşı, bir. Xahiş olunur kenar adamlar ringi terk etsinler. İvan İvanoviç, sağla incimeyin. Bim adlı erkek ite kıymet koyulmur. Cinsiyeti standarta uygun gelmediğine göre ringden çıkarılır. Portfeliz qalıb. Niyə gətirirdin İvan İvaniç? Axı sənə demişdim. Yenə deyirəm, bu it hamısından qəşəngdir. Sən nə başa düşürsən? Satın da bu iti mənə. Satın da. Aferin Bim. Axır sözünü namusla dedin. Yaxşı, fikir eləmə. İşimizdə olaq. Sən yaxşı itsən. Beləsini hamı sevir. Lap əsl nəcabəti medalları olmasa da. Gör nə qaçır. İt dünyanı basıb. Əvvəllər belə şeyə yol verməzdilər. Əvvəllər həyat adamları belə biabırçılığa dözməzdilər. Hazar bezar yayırlar. Özdə elə yeməklər verirlər ki onlara. Kimə? Kimə? İtlərə. Salam. Salam. Həyasız. Hər gün qızın yanına gəlir, hər gün. Nə olsun? Bəlkə sevişirlər. Sevişirlər. Tək göz otaqda məhəbbət də olar, hələ desə. Əvvəllər başqa cürdü. Onda evlər ümumi idi, hər şey eşidilirdi. Onların xeyri də var. Kimin? Kimin? İtlərin. Ay, danışdın da. Gör nə oyun çıxartır. Bilmirəm valideynlər hara baxır. Mən olsaydım çoxdan lazım yerə xəbər vermişdim. Sən nə deyirsən? Xeyri var. Nə xeyri var? Xaltasız gəzir başlı başına. Uşaqları qorxudur. Qapa da bilər. Kim? 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 İti deyirəm də. Yaman kütsən. Ay, qapdı! Belə də bir söhbət olar. Ay cəmat! Ay cəmat! Siz ki şahidsiniz. Şahidsiniz, mən bu şehirdə qoymaram. İt deyil canavardır. Bağdı deyil. Bu saat gedək. Bağdı deyil. Bu nədir belə?
Ben bilirdim, ahırı bilemeyeceğim. Neyi bilirdin? Niye çığırırsan? Ekrem kaptı beni. Ne olur? Kim korkuzub seni? Yığış, redaksiyaya gedirik. Sabahtansa ova başlayırıq. Gəlin, açıqdır. Sabahınız xeyir. Salam. Ova gedirsiniz? Bəli, ova gedirəm. Türkü vurmağa. Türkiyə ilə o qədər də aramız yoxdur. Ovu biraz təxirə salsanız olmaz. Niyə axı? Ova ki icazə verilib. Verilməyinə verilib. Ancaq... Gəlin işə keçək. Otun görüm. Deməli belə, sizin itinizdən qonşuların şikayəti var. Alın. Yox, boş şeydir. O ömründə heç kimi qapmayıb, qapmaz da. Bin mədəni itdi. Mədəni? O elə mənim özümü qapının ağzında az qala vurub yıxmışdı. Başlayın, şikayətiniz mənə qəribə görünür. Məndən şikayət yazırsınız, özümə də oxutdurursunuz. Birincisi belə lazımdır. İkincisi, şikayət sizdən yox, itinizdəndir. İtə də ki, oxutmaq olmaz. Onu itirməlisiniz. Ərizədə göstərildiyi kimi onun lazımı sənədləri yoxdur. Özüm yoxlamışam. İcazə verin, şikayətçi ilə görüşüb danışım. Bəlkə işi yoluna qoyduq. Başlayın, bir dəqiqə. Haradasan? Buradayam, harda olacağım? Ovumuz batdı, getdi. Budur. Deyərəm, lap gözünün içine deyərəm. Hansı qında var? İti bırakarsan heyətin, o da tepene atılar. O beni çişlədi, hamı gördü. O sizi dişlədi? Dişləmək istədi. İstədi. Və çişliydi. Bim, haradasan? Bura gəl görüm. Gəl. Qapı açıq qalıb, Bim. Gel ört. Ört. Ayaqqabılarımı da gətir. Tez. Sağ ol. İndi də o biri tayını gətir. Tez. Ay, sağ ol. Buna bak, gör nə ağıllıdır bu. Aferin. İndi stulda otur. Otur. Bizə qonaq gəlib. Əl ver. Əl ver görüş. Salam. Solu verir, ürəyə yaxın. Siz də yaxınlaşın. Yaxınlaşın. Əlinizi uzadıb deyin. Ver əlini. Qorxmayın, dişləməz. Salamlaş, Bim. Salamlaş. Ver əlini, ver əlini. Qorxmayın. Əlini ver. Bim. Bu nədir? Özünü necə aparırsan? Yaxın gəl görüm. O məni təhqir elədi. Bir qotur it məni saymır. Mənim kimi abırlı, namuslu arvadı saya salmır. Belə də şey olar? Bəsdir. O səni qapmayıb, heç qapmaq fikrində düşməyib. O səndən görüşmək də sevədi. Sən də üstümə bağırma ha. Namuslu arvada bax. Get buradan, get. Get. Gedərəm. Gedərəm. Ancaq cavab verməli olacaqsınız. Bu sözlərin hamısını xatırlamalı olacaqsınız. Yadınızda salarım. Kobud çıxdı. Çox kobud. Beləsinə bu da azdı. Ona öz versən bütün binanı alt üst eləyər. Yaxşı deyiblər. Bulaşıq səhəngdən bulanıq su tökülər. Bax, qatı düşmənin bilirsən kimdir? Yox. O adam ki işləmir. İşləmir, ayağını da yorğanına görə uzatmır. Əlbəttə, ola bilər, ola bilər. Elə bilirsən. Neynirsən? Mən yazıram. Məyər bu da işdir? Oturursan, heç bir şey eləmirsən?
Ancaq bir ucdan pul gəlir. Azdan çoxdan verirlər. Belə qalanda pensiyamla dolanıram. Mən də işləyirəm. Evlər müdüriyəm, nəzər al ki, pulsuz. Ömrüm boyu məsul işdə olmuşam. Fərdi pensiya vermədilər. Axı yazmaq da çox çətindir. Yazmaq? İndi bizdə hamı savadlıdır. Olaydın cavan. Onda gör başına nə oyun açardım. Yaxşı da. Həqiqəti yazırsansa, yaz geçsin. O da lazımdır. Həqiqətə görə pul da vermək olar. Çünki cəfası gəlirindən çoxdur. Keyfində ol, Bim. Ancaq o arvadla işin olmasın. Redd ol. Git eve. Git. Ne yiyorsun? Yavaş. Yavaş. Yürüme. Kimdir yana? Səhər cəmaatın istirahatını pozur, ha? Məndən niyə soruşursan? Gözünü sil bax. Bir bax, bu əclaf it yenə məni qapmaq istəyir. Yəni, hara başa aparıb gedirsən? Bəlkə bizə nə deyəsən? Bilirəm haraya gedirsən? Bazara. Aldığını 3 qat bahasına satmağa. İstirahat günü adamların kefi saz. Sən də onların alın təriyle qazandıqlarını əllərindən qoparasan. Onu niyə danlayırsan, bal tipiç? Bəlkə turistliyə yazılıb. Bu nə ayıbdır mənim başıma açırsınız? Bu nədir belə? İtlə məni bir tutub həyətdə biabır edirsiniz? Gör sənin barəndə nələr yazacağım, dayan! Ayıp olsun siz için, çok ayıp olsun. Mənə niyə ayıb olur? Sənə ayıb olsun! Sənə ayıb olsun ki, sənin barəndə də yazacağım, dayan! Yaz! Bu da yazıcı olub. Bim, ged evə! Sənə demədim ki, onunla işin olmasın? Ne istəyirsən? Gülüşürlər. Çox gülməlidir, hə? Ax, bir sizi qapıydı, onda görəydim ki, necə gülməlidir. Elə bir adamzat görməyiblər. Hamı çıxıb, zəhim var, hamı çıxıb. Dayanın, sizi də qapa bilər. Sizi də. Nə var? Ova gedirik, ova. Sevinirsən, hə? Tez gedək, yoxsa yenə biri gəlib mani olar. Gedək. Sizi çoxdan axtarıram. Nəsə görünmürsünüz. Axı ov mövsümü başlayıb. Fikirləşirdim ki, yəqin iti əlinizdən alıblar, ona görə gəlmirsiniz. Elə şey ola bilməz. Düzdür, şəhadətnamə vermədilər. Ancaq biz yenə öz işimizdəyik. Nə var? Könlünə dəydilər. Sakit ol. Səni heç vaxt heç nəyə dəyişmərəm. Yaxşı edirsiniz. Dostluq üçün sənə zəd lazım deyil. Yaxşı, get gəlsin. Əsas kağızdır bəyəm. Ora bax, bu nə əhvalatdır? Bu hardan çıxdı? Bu əhvalat deyil. Bu müsibətdir. Görəsən sahibi yani? Sahibinə gəzir. Amma olub, bütün avara itlərin hamısının vaxtı ilə sahibi olub. Bax, həmin bu pırpız küçüyü elə bir evdə yaşayırmış. Köhnə yataqda evdə.
Sahibin əziyyəti yoxmuş, əlindən gələn eləyirmiş. Sonra evi uçururlar, sahibinə təzə ev verirlər, parketli, kafelli. Onlar da iti qovurlar. Doğru deyirsiniz ya özünüzdən toqquşdurursunuz? Bunu mən yox, həyat toqquşdurur. Tələf ola bilər. Onu özümə götürərəm. Ey, buraya. Bim, gəl. Dayan! Hara kaçırsan? Səni onsuz tutacağım. Dayan! Niye böyle qəzəblisən? Hoppa! Siz gedin. Mən onu tutum, tutmasam mən deyiləm. O sizə yaxın gəlməz. Gələr. Bu it daha insanlara inanmır. Gedək Bim. Alın pisdi. Alın pisdi. Qalpə tərpənib. Alın pisdi. Bim. Keçin. Kimdir? Həkimlərdir. Bim, olmaz. Nə olub, Bim? Yanıma gəl. Bəs nə eləyək? Bim, yanıma gəl. Sakit ol. Bu adamlar özümüzünkilərdir. Sakit ol. Qorxmayın, doktor. Əlinizi verin mənə. Əlinizi verin. Görürsən, Bim. Aman Allah. Şikayətiniz nədəndir? Ürəyimlə. Qəlpədir. Davadan qalıb. Son dəfə nə vaxt incidib sizi? Heç belə tutmamışdı. Heç vaxt belə tutmamışdı. Köynəyinizin düyməsini açın. Xəstəxanaya getməliyik. Stepanla. Bim hanı? Buradadır. Səbr elə, Bim, səbr elə. Sakin. Yılışın. Biraz tez. Bim. Çarə yoxdur. Gözlə. Tez qaydarım. Gözlə, eşitdin. Gözlə. Bim. Bim, qayıt, hara gedirsən? Sənə olmaz. Olmaz, evdə qal, Bim. Evdə qal. Elə. Stepan, əzizim. Ha, eşidirəm İvan İvaniç, eşidirəm. Evə baxarsınız, yaxşı? Yaxşı. Hər şey yaxşı olur. Səhərlər həyətə buraxarsınız. Yaxşı. Sonra özü qayıdır, həmişə özü qayıdır gəlir. Nə lazımsa eləərəm. Narahat O məni gözləyəcək, demişim ona, gözləyəcək. Yaxşı İvan İvaniç, Xahiş narahat edirəm. olmayın. Xahiş edirəm. Narahat olmayın. Hər şey yaxşı olur.
Hə, bax bim, sənə sıyıq gətirmişəm, gəl, gəl ye. Ay Allah, sən bir bunda ürəyə bax, heç inanmaq olmur. Bim, onda get gəz, ha? Git özünə bir şey axtar. Git biraz həyətdə, havada dolan, bəlkə özünə bir şey tapdın. Git gəz, git axtar. Yaxşı, git gəz, git. Redd ol buradan. Sen burada ne aktarırsan ha? Hey! Tut onu, tut! Git o, kov onu buradan. Başa kim görse acıqlanar, kov gitsin. Kaç buradan. Bak, kaç. Ay sağ ol. Olmaz. Bura xəstəxana değil, təcili yardımdır. Burada həkimlər işləyir. Kaç. Bak belə. Hara kaçtı? Hey! Hala buradasan, rədd ol demədim. Rədd ol dedilər sənə.
Heç gecə növbəsini xoşlamıram. Ərzəni yaz get. Hələ getməmsən? İş çıxdı bizim üçün. Yəqin acımısan, hə? Gəl yeməyimizi yarı bölək. Al, ye. Yox, qardaş, işləri körladım. Sənə nə onu bax? Hə? Al, ye. Ye də. Ay bədbaxt. Sahibini gözləyirsən? Bura xəstəxana deyil, niyə başa düşmürsən? Gəl səni bıraxım get, hə? Qaç get evə. Bəlkə sahibin səni evdə gözləyir, amma sən burada veyillənirsən. Hə? Qaç. Ah, belə, xoşum gəldi səndən. Əlvida. Allah vuram səni. Qaç. Geldim diyeyim. Bu saat açarım. Aferin, geç içeri. Gezip qayıtdın. Açlığın var. Elə bilirdim karnını bir yerde doyuracaksan. Aferin, diyat. Səhər yenə bıraxarım. Salam. Salam. Bu nedir belə? Tibb müəssisəsində it? Təcili ölçü götürün. İzi tozu da qalmasın burada. Bu saat. Yok. Deyin. Deymədim sənə rədd. Vurma iti! Qoçaq adamsan. Bəstirin canım. Səni döysələr yaxşıdır. Niyə başa düşmürsünüz? O sahibini gözləyir. Mən axı dünən dedim sənə, sahibin burada yoxdur. Ged onu başqa yerdə axtar. Hə, get. O getsin. Get sahibini axtar. Hə, aferin. Bax belə. Qapını bağla.
Ne var? Sahibini gözləyirsən? Belki azmısan? Hı. Al sana konfet verim. Ye, lezzetlidir. Yemez. Yer. Kağzını açmak lazımdı. Onda ac değil. İşe bir bak. Aferin. Prospekte it gəzişir. Görürsən, özdə sənin sahəndir. Görürəm. Görmürsən, heç nə görmürsən. Bax, hətta konfeti də götürmür. Çox tıxıb. Qoymurlar göz açasan. Göz açma. Yoksa yaman ermişsən yazık. Nə? Təhqirə keçirsən? Nə gülürsün? Gülməli nə var? Mani ol o vətəndaş. Mən iş görürəm. Kiminlə may geçə baş, sənə demirəm. Yenə keçdin təhqirə? Eşitdiniz? Bu saat milis çağıracağım. Odur bax milis səni. Geç çağır. Sənə həddini bildirirəm. Yoldaş milisəndir. Yoldaş milisəndir. Eşidirəm. Mənə kömək edin. Sən otur gözlə. Sahibin gələr. Natasha, dəli olmusan? Saşa, Bəs sənin milisin nə oldu? İndi görərsiniz. Toxunma, bəlkə xəstədir. Doğrudan da biabırçılıqdır. Dört bir yanımız qrip, infeksiya, xərçəng. Burada isə bizim gənc nəslin böyründə, gələcəyimiz olan gənc nəslin böyründə xəstə it oturub. Bütün itlər benim xəstədir. Görün bir nə gözəl itdir. Bu vəhşilikdir. Çalışırıq, vuruşuruq, muhazir oxuyuruq. Bu vəhşilikdir. Savadsızlıqdır xanım. Siz buna əminsiniz? Sən özünsən vəhşi. Elədir, əlbəttə vəhşilikdir. O elə məni qatmışdı. Gördünüz? Yaramın qanı axırdı, bir ay işdən qaldım. Sen dediğin biz de inandık. Halanı dişlenmiştik hanım. Göster görək. Bir bu kişiyə bax! İnstitutda yaxşı tərbiyə veriblər sənə. Gör namuslu qadına nə deyir murdar. Sənin axır nə olacaq mən bilmirəm. Adamlar nə fikirləşər, hə? Bilseydiniz kenardan necə görünürsünüz, bu ite həsəd aparardınız. Bir de size kim icazə verib benimle belə danışıyorsunuz? Mirseler! Çağır görün Mirseleri, çağır. Salam. Ne olub? Çığıran kim? Bax var. Siz hara baxırsınız? Nə ilə məşğulsuz? Budur, baxın, hər tinin başında bir it verirlər. Hər yanı itdi. Bir de belə vəhşi pitikantroplar. O yenə söyür. Heç milselerdən də qorxmur. Yox, dayan. dayanın? Məni təhqir Biz mənimlə bərabər milis şöbəsinə Məni təhqir etdiyinə hamı eşidir. Mən eşitdim. Heç nədən qorxmur. Ne olub burada? Yoldaş leytinant, bak bu gördüğünüz cavan oğlan milise gitmir. Bunlar gitmek istiyorlar ama bu gitmek istemiyor. Canım bu olmadı ki. Bu ki məsuliyyətsizlikdir. Get deyirlər, gərək gedəsən, elə deyil. Aparın şöbəyə. Mən indi neyniyim? Kimi gözləyirsən? Sahibini? Tələbələr hamısı belədir. Bizim hesabımıza oxuyurlar, sonra da təhqir edirlər. Gəlib çıxdı. Bu itdir müqəssir. Əsl səbəbkar odur. Budur, bir şahid də gəldi. Yaxşı eləyib onu gətirdin. O özü gəldi. O çox ağıllıdır. Söz tatlı danışmağa. Heç heyvan haqda da deyərlər ağıllıdır. Biz bütün əhvalatı görüb eşitdik. Bu oğlanın təqsiri yoxdur. Onun dediğini bu adamların yanında söylemeye dilim gelmedi. Söz sattı demeye. Bu küçe itidir. Onu öldürmek lazımdı. Yaxşı, bəs. Biz sizin yanınıza gelmişik ki... Kəsin səsinizi. Bu adamınızı damlaram. Danışın. Lucia, həyətdə Bimi görməmisən? Yox. Çox gəzdi, hələ gəlib çıxmayıb. Gələr nənə. Biz hər şeyi olduğu kimi danışdıq. Düzdür? Buyurun. Siz gedin. Biz gedə bilərik. Sağ ol Ayet. Siz de sağ olun. Məsələ aydındır. Bəs biz? Biz necə getməyək? Siz hələ oturun. Xeyri var. Məni Olçular Cəmiyyətindən çalışdır. Bu saat. Qaraqulaq, necəsən, hə? Buyurun. Alo, bir itaqda məlumat lazımdır. O itidir, yaxşı itdi. Nömrəsi? Bu saat baxım. 124. Necə yoxdur? Ola bilməz. Əla itdi. Hara? Şəhər Sovetinə? Çox sağ olun, Şəhər Soveti ilə çalışdır. Onun sahibi yoxdur, yox. Siyahıya alınmayıb, xaltası da oğurluqdur. Aman Allah, milis idarəsində bizə gülürlər. Onların heç vici nə deyir? Bilirsin nə var, gedin buradan. Elə bu, Bir dəqiqə. daha sizdən nə qayda qanun gözləmək olar? Öz başınalıqdır. Baytarlıq şöbəsi. Gedin baba.
124-cü nömrəyə baxın. Nə baba salmısan? Heç olmasa ata de, əmi de. Gedin dincəlin. Settir. Cinsi qüsurları? Bilmirəm, bəlkə də var. Nəzakətlə danışa bilmirlər. Hələ belələrini tərbiyyət eləmək istəyirlər. Sığal çəkirlər başlarına. Bir də görəcəksiniz, qapdı sizi. Hop! Vəssalam. Necə? Nə üçün? Sahibinin ünvanı yazın. RJ41, mənzil 19. Sahibi Buyurun. tapıldı. Nə üçünsə bu ünvan mənə tanış gəlir. Bu ki şikayətçi arvadın ünvanıdır. Şikayətçi arvadı. Nitya Kantrop'un. Deməli onların köhnə ədavəti varmış. Yaxşı, aparırsınız. Apararam. Gəldim, zəngi çalın əzizim. Gəldim. Salam. Sahibi xəstəxanadadır. Qayıtdım. Bir evdə tək qalıb, gəzir, dolanır, sonra da gəlir. Geç içəri. Siz də buyurun, keçin içəri. Yox, Bim, yox. Hələ qayıtmayıb. Siz İvan İvançın tanışısınız? Yox, Bimlə tanışam xala. Məni bura o gətirdi. Ünvanı milis idarəsində verdilər. Necə? Hə, mən elə bilirdim ki, o azıb. Demək sahibini axtarırmış. Bəs niyə heç bir şey yemir? Nə bilim, nə verirəmsə yemir. Yəqin küçədə bir şey tapır. Yox, o sahibi üçün darıxır, ona görə heç nə yemir. Belə getsə tələf olar. Heç bir şey olmaz. Belə ağıllı it də heç tələf olar. Gör küçədə nə qədər it var. Heç itib batanı olur. Belə, gəl səni yedizdirim. Ye. Ye. Bim, neyinirsən? Ye. Hə. Yeyir. Aman Allah, elə ağıllı itdi ki, kimin ürəyi yandığını başa düşür. Gərək mən də bundan sonra onu tərdilə tutam. Sahibi şəhərdədir? Yox, Moskvaya aparıblar. Açırsınız, nə üçün? Bu saatdəyim. Bilirsiniz, xaltanı gətirib qaytarmayınca Bimi çölə bıraxmayın. Mən səhər yenə gələrəm. Darıxma Bim, sahibin qayıdacaq. Adı Bimdir, sahibini gözləyir, mənzildə təkcə yaşayır. Onu incitməyin insanlar. Sənin nə nəcib ürəyin var, Daşa? Axı Bim çox ağıllı idi. Dayan. Hara gedirsən? Görünür sahibi yaxşı adamdır. Elədir, tək yaşayır. Cəbhədə ağır yaralanıb. O da oğludur. Dağlarda tələf olub. 4 il olar. Bu da arvadıdır. Bərdə dözməyib, öldü. Sən özün necə, buralısan? Yox, Moskvada yaşayıram. Bura təcrübəyə gəlmişəm, arxivdə işləməyə. Bu yerlərdə görkəmli Rus yazıçıları yaşayıb. İvan İvanç da yazıcıdır, elə hey yazır. Baxmaq olar. Niyə olmur? Məktub deyil ki, xalq üçün yazılır. Xətrin istəyir, bax. Hamısını sənə həsr edib, Bim. O səni yaman sevir, Bim. Təəssüf ki, mən getməliyəm, sabah da Moskvaya yola düşürəm, işimi qutarmışam. Siz bilmirsiniz, onun sahibi hansı xəstəxanada yatır? Bilmirəm, əzizim, bilmirəm. Fikirləşirəm ki, başına bir iş gəlsəydi, xəbər verərdilər. Keyfini pozma, Bim. Gedib tapacam sahibini. Gedirsən, hə? Bəli, sağ olun.
Sağ ol əzizim. Bimi saxlayın, birdən dalımca gələr. Hə, getmə Bim. Getmə. Sağ ol, Bim. Ona bak, topu indirecek. Aa, gətirir. Gördünüz? Onu mənə gətirmişsən. Ver, onlar götürüm. Kimin içsən? Əl ver, qara qulaq. Bax, əl verdi. Bəlkə elə ev itidir. Əlbəttə ev itidir. Xaldasında yazı da var. Oxu görək. Onun adı Bimdir. Sahibini gözləyir. Mənzilində tək yaşayır. Uşaqlar, bəlkə o yemək istəyir. Ona yemək gətirmək lazımdır. İndi götürərik. Tez olun, tez gətirin. Al ye, Bim. Hə, gərək kalbasa gətirəydiniz. Mən gətirərdim, amma evdə anam görən kimi məcbur eləyir piyanino çalmağa. Mənim isə çalmaqdan zəhləm gedir. Yolda pomidor tapdım, gətirdim. Ye, Bim. Gör nə dadlıdır. Ye, Bim, hə. Gör nə dadlıdır. Mənim anam deyir ki, belə itlər xəstə olur. Xəstə itləri yığırlar. Gör bunun xaltasında nə yazılıb? Al. Uşaqlar, yeyir. Ye, Bim. Bu kimin içidir? Uşaqlar, bu it kimindir? Heç kimin. Mənimdir. Bu it mənimdir. Necə oldu? Sahibi var ya yox? Onun xaltasında yazı var. Hani baxın? Bırak görüm. Axı, niyə dedin? Adam da onu deyər, ağılsızın bir ağılsız. Sən başın çatmaz. Yalan danışmaq olmaz. Yazısına baxdım, it sənin deyil. Hayırdır? Yalan danışmağı sənə kim öyrədi? Valideynləri? Vay 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 vay. İti gərək bu saat aparıb lazım olan yerə təhvil verəm. Neyinirsiniz? Aparmayın, qoymaram. Bu it mənimdir, yox. Dayan görək. Bəlkə onun sahibi içəndir. Onda gərək protokol yazasan. İti təhvil verəsən. Bəs boynundakı yazıya inanmırsınız? İnanıram oğul. Tamamilə inanıram. İnanma la, həm də yox la. Bilirsə sayılığı nədir? Bilmirsiniz. Yaxşı gedək. Gəl. Gəl, gəl. Gəl görüm. Xaltasında yazı var, niyə dedin? Hardan biləydim, onu yaxşı adam hesab elədi. Yaman da yaxşı adamdır. Sən niyə yalan danışırdın, hə? Mənim itimdir, mənimdir. Onsuz da aparacaqdı. Heyf o itdən. Əlbəttə heyf. Siz də özünüzü yekə sayırsınız. Nə var? Bəsdir. Gedək.
Nənə, elə nigaranam, axtardım bir həyətdə yoxdur. Fikir eləməliysə gələr, xaltasında yazısı var, itib batmaz. Birini də gətirdi. Aman Allah, sən özün rəhm elə. Deyinmə. Kolleksiyamda bu xalta 503-cüdür. Yazısı da var. Al bax. Nadir şeydir. Bırak getsin. Evə niyə gətirmirsən? Küçədə açaydın da. Aça bilmədim, uşaqlar əl çəkmirdi. İndi də bayra bıraxmaq olmaz. Xaltasız görüb eləsələr, gedib bir yerə xəbər çatdırarlar. Eyb yoxdur, qoy səhərə kimi qalsın. Bitir dəhlizə. Buna bir bax. Yat Lüsə, yat. Gələcək. Hələ elə bir gün olmayıb ki, Bim evdə gecələməsin. Sən yat, mən onu gözlərəm. Yat. Ne var? Ne var? Bırak gitsin. Seher açılır. Evi alt üst edecek. Mukayyet ol. Kapar ha. Reddol buradan. Reddol. Reddol demirler sana. Buna bak ha. Mukayyet ol. Tüylerim. Kapar ha. Vay. Vay. Cezandır, çek. Dediğim kapacak.
Gidiver! Eve git! Xahiş edirəm, bircə dəqiqəliyə Ay qız olmaz qadağandır, başa düşün, aça bilmərəm. Sən qarışma. Birinci dayanacaq nə vaxtdır? Saat yarımdan sonra. Axı sürət qatardı. Birinci seriyanın sonu.